Amerikadakı zədəli avtomobillərdən danışacağıq. Hansını almaq daha yaxşıdır, hansını almaq yaxşı deyil. Məsələn, birinci başlayaq Waterflood avtomobillərdən. Mənim fikrimcə Waterflood avtomobil almaq böyük bir riskdir. İstəyir aşağıdan olsun, təkərləri batsın. Sabah bir gün satışında belə böyük problem yaradır. Məncə Waterflooddan uzaq durmaq lazımdır. Ən yaxşı zədə mənim fikrimcə avtomobilin arxasından olan zədələrdir. Çünki qabaqda motor hissəsi olur. Daha çox, yəni belə deyim, zapças ehtiyat hissəsi qabaqda olur. Ona görə arxa zədədir. Yox, qabaqdan da almaq var. Məsələn, bufer zədədir, kurlo zədədir. Böyük zədəli avtomobillərdən biraz uzaq gəzmək lazımdır. Yəni, əlbəttə zədəsiz olsa daha yaxşıdır. Amma Amerikada da ucuz almaq üçün gərək biraz zədəli alasan. Amma məsələn, Koreya avtomobilləri elə deyil. Koreya avtomobillərində bütün avtomobil, zədəli avtomobil gəlmir də. Məsələn, zədəli olsa belə düzəlib gəlir ölçəyə. Orada da şey yaranır, qiyməti məsələn, dəyişəni olub, kraskası olan avtomobil. Məsələn, dəyişəni varsa, kraskası varsa biraz daha ucuz gəlir. Mən də fikrimcə, yəni avtomobil seçimində yaxşıyıq. Bizim şirkət yaxşıdır, müştərilər ən yaxşı maşını seçirik. Siz də gələ bilərsiniz, ən uyğun variantdakı avtomobili seçək, sizin üçün gətirək və təhvil verək. Elə aşağıda qeyd olunan nömrəyə yazın, ən yaxşı maşını seçək, sizin üçün gətirək.